Bugün saat 10:02 radələrində Bakı şəhəri Binəqədi rayonu Mehdabad Novxanı yolunun üzərində obyektdə yanğın baş verməsi haqqında 112 qaynar xəttinə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda obyektin birinci mərtəbəsində yanğın hadisəsi məhdudlaşdırılıb. Tam söndürülməsi istiqamətində işlər gedir. Obyektin içərisində taxta və kardon taralar sıx şəkildə yığıldığından söndürülmə işlərində müəyyən məhdudiyyətlər yaranıb. Buna baxmayaraq, şəxsi heyət hər istiqamətdən yanğının söndürülməsi istiqamətində tədbirləri davam etdirir. Yanğının baş verməsi səbəbi ilə bağlı araşdırma aparılır.